Salam əziz şagirdlər, 25 may 2025-ci il tarixində keçirilmiş blok imtahanının riyaziyyat fənni üzrə suallar ilə gəlin tanış olaq. İlk sual limitə aiddir. Burada biz kök altında 49n üstəgələk ikinci dərəcədən kök altda 10n və bölünsün 16n görürük və kök altı olduğuna görə limit n sonsuzluğa yaxınlaşdığına görə biz hər tərəfi kök altda n-ə bölə bilərik. Kəsrin sürət və məxrəcini kök altda n-ə bölsək, o zaman n olaraq daxil olacaq təbii ki kökün altına və iki qat kök olduğuna görə burada isə n kvadrat olaraq daxil oldu. N'lər burada ixtisar getdi. Burada isə 10 böl n yarandı və limit n sonsuzluğa yaxınlaşırsa 10 bölünsün n sıfırdır. Deməli, sürətimiz 49, məxrəcimiz isə kök altda 10 oldu. O da 4-də 7, doğru cavab D variantı. ABC müxtəlif tərəfli üçbucaqdır və B bucağı 90 dərəcədirsə, üçüncü tərəfin tapılma qaydası iki tərəfin kvadratları kök altında və burada isə modulda A çıxılsın B olur. Deməli, 12 ilə 5-in fərqi 7-dir. Kök altda isə bunların kvadratları Pifaqor ədədləridir 13 və 12 ola bilməz, çünki müxtəlif tərəfli üçbucaqdır. Deməli, 13-dən kiçik 11, 10, 9, 8, 4 rəqəm ala bilər. 4 dənə ədəd ola bilər üçbucağın üçüncü tərəfi. Üçüncü sualımız, həcmi 729-dur kubun. Deməli, A kubu 729-dursa, A-mız 9-dur. Buradan kubun tilini tapdıq. AB 4-dür, AC 7-dir. Kubun tili isə bu piramidanın hündürlüyü oldu. AD oldu bu piramidanın hündürlüyü. Düz piramidadır. Və DABC piramidasının həcmini tapmalıyıq. Oturacağı tapaq birinci. S oturacaq 4 vur 7 düzbucaqlı üçbucaqdır. Bölünsün 2. Yəni 14-dür. Və həcmini tapdıqda 3-də 1 S oturacaq. Yəni 14 vurulsun H. H-ımız 9-dur. 9-dan 3 ixtisar getdi. Deməli, piramidanın həcmi 42-dir. Fiqurun həcmi 729 idi. Bunların fərqini tapaq. 729-dan 42-ni çıxdıqda doğru cavab 687 Y variantı olmuş olacaq. Növbəti sual. Deməli, burada qiymətlər çoxluğu istəyir. Qiymətlər çoxluğu Y-ə aiddir və sinus x-in ala biləcəyi qiymətlər biz bilirik ki, -1-1 aralığıdır. Deməli, Y-imizin ala biləcəyi burada qiymət 9 üstü -1, 9 üstü 1 aralığıdır. Yəni 9-da 1 ilə 9 aralığı sadə bir funksiya sualıdır. Növbəti sual, funksiyanın artma aralığını tapın. Artma aralığını dediyinə görə törəməsini böyük bərabər 0 etməliyik. Bunun törəməsi 2x minus 2 böyük bərabərdir 0, 2x böyük bərabərdir 2-dən və x böyük bərabərdir 1-dən. Qapalı mötərizə Y variantı. Perimetri 20 olan bərabər yanlı trapesiyadır. Trapesiyanın yan tərəfləri bir-birinə bərabərdir. Hər tərəfə A dedik və oturacaqlarımız isə x plus y, orta xəttimiz yan tərəfə bərabərdir. Yəni, orta xətt bərabərdir A-ya, onda x plus y 2A-dır. Əgər oturacaqların cəmi 2A-dır, yan tərəflərdə 2A-dır, deməli perimetrimiz 4A-dır. 4A 20-yə bərabərdirsə, o zaman A-mız 5-dir. Yan tərəfini tapdıq. Məktəb olimpiyadasında 200 oğlan, 300 qız iştirak edir. Yəni, cəmi 500 nəfər iştirak edir və onun 200-ü oğlandır. Oğlanların sayının ümumi saya nisbətini 100%-ə vursaq, onda oğlanların faizini tapmış olaraq ki, oğlanlar 40%-ni təşkil edir bütün iştirakçıların. Sinus x çıxılsın kosinus x bərabərdir 0-dır. Burada biz köməkçi arqument düsturundan istifadə edə bilərik. Kök altda 2 sinus alfa minus pi böl 4 bərabərdir 0-a. Kök altda 2-yə böldük. Sinus alfa minus pi böl 4 əgər 0-dırsa, sinus 0 alır pi k-da, yəni alfa minus pi böl 4 pi k-dır. O zaman alfanı tapsaq, pi böl 4 üstəgələk pi k olmuş oldu bizim doğru cavabımız. Hazır düsturu var. Növbəti sual, A və B-nin hansı qiymətlərində çox hədinin qüvvəti 5-dir? Çox hədinin qüvvəti 5 olması üçün 5-dən böyük qüvvətlər olanlar islah getməlidir. O zaman onların əmsalları əks işarəli olmalıdır. Yəni, x üstü 8-in burada əmsalı 3-dür, burada mənfi A-dır.
mənfi A mənfi 3-ə bərabər olmalıdır. A-mız 3-dür. B-dir x üstü 6-nın əmsalı burada 2-dir. Yəni B-miz mənfi 2-yə bərabər olmalıdır. Deməli, doğru cavab D variantı. Tənqlər sisteminin x, y hasilini istəyir. Aşağıdakı tənliyi kvadrata yüksəltsək, bərabərdir mənfi 47-dir. Deməli, x kvadrat çıx 2x, y üstəgələ y kvadrat bərabərdir mənfi 1. Tərəf-tərəfə bunları çıxsaq, x kvadratlar islah getdi, y kvadratlar islah getdi. Mənfi 6x 2 dənə mənfi olduğuna görə toplamaya çevrildi. Üstəgələ 2x, y və mənfi 47 çıxılsın 1 olduğuna görə oldu burada deməli mənfi 48 və mənfi 4x y-imiz əgər mənfi 48-dirsə x y-imiz bərabərdir 12-yə. Doğru cavab C variantı. Növbəti suala keçək. Müstəvidən 8 desimetr məsafədə, deməli müstəvidən 8 desimetr məsafədə yerləşən hər hansı bir nöqtədən müstəviyə 16 desimetr olan mail çəkilib. O zaman əmələ gətirdiyi bucaq 30 dərəcədir ki, yarısına bərabərdir. Onda bu bucaq da 60 dərəcədir və perpendikulyarın, yəni AB perpendikulyarının mail üzərindəki proyeksiyasını istədiyinə görə B nöqtəsindən bir dənə perpendikulyar indiririk mailə və bizdən istədiyi həmin AK məsafəsidir. O zaman biz görürük ki, təpəbucağı 60 dərəcədirsə, bura 30 dərəcədir və 90 dərəcənin qarşısı 8 desimetrdirsə, onda 30-un qarşısı olan AK 4 desimetr, yəni bu məsafə bizdə 4 desimetr olacaq. Proyeksiyasını tapdıq. Bowling liqasının oyuncuların nəticəsi və eyni nəticə göstərən oyuncuların sayı cədvəldə göstərilib. Verilmiş nəticənin medianı ilə modasını. Modasını dərhal görürük ki, ən çox 4 dənə iştirakçı 130 bal toplayıb. Ona görə modamız 130-dur. Medianı taparkən biz bilirik ki, azdan çoxa və ya çoxdan aza doğru ardıcıl şəkildə düzməliyik. Yəni, sıramız ardıcıl olmalıdır. Biz görürük ki, 6 dənə iştirakçı 140-a qədər olan balları toplayıb və burada da 6 dənə iştirakçı 130-a. Deməli, 135 tən ortadadır. Ümumi də cüt sayda oyuncu sayı var. Yəni, ona görə də 135 tən ortadadır və oradan da 2 dənə iştirakçı, 2 nəfər 135 bal topladığına görə ədəd ortanı taparkən medianı tapdıqda ortadakıların ədəd ortasını tapırdıq və bu elə 135-in özünə bərabərdir. Deməli, medianımız 135-dir, modamız 130-da, onların fərqi bizə 5 verdi. Ədədi silsilənin ilk 10 həddinin cəmi 220-dən böyükdür. S10-u tapaq. S10 bərabərdir 2A1 üstəgələk 9D bölünsün 2 vurulsun 10. İxtisar getdi 5, yəni 10A1 üstəgələk 45D oldu bizim S10-umuz. Bu ifadə 220-dən böyük olmalıdır. 220 kiçikdir 10A1 üstəgələk 45D. O da kiçikdir 260-dan. A1-imiz 7-dir, yerinə qoyduqda 70 elədi. Hər tərəfdən 70-i çıxsaq, 150 kiçikdir 45D. O da kiçikdir 70 çıxdıqda 190. Hər tərəfi 5-ə ixtisar eləsək, 30 kiçikdir 9D. O da kiçikdir. Deməli, 5-ə ixtisar getdikdə 38. 9-a böldük. 30 bölünsün 9 kiçikdir D-dən, o da kiçikdir 38 böl 9-dan. Burada ixtisar getdikdə 3-10, yəni D-miz 3,1-dən böyükdür. Burada isə 4,9-da 2-dən kiçikdir. Deməli, D 4-dür. Bu aralıqda yerləşən tam ədəd 4-dür, çünki natural ədəd olmalı idi bütün ədlər. Deməli, 14-cü suala keçdik, loqaritmik bərabərsizlik. Burada 3 keçdi 2-nin altına və 3 birdən böyük olduğuna görə əsasımız işarə dəyişmədi, 3-ün kvadratı və x kvadratı plus x plus 3 çıxılsın 9 kiçik bərabər 0, x kvadrat plus x çıxılsın 6 kiçik bərabər 0 və burada biz x minus 2, x plus 3-ün hasili kimi göstəririk bunları. Deməli, köklərimiz mənfi 3, 2-dir. İntervallar üsulu eləsək, burada cavabımız mənfi 3, 2 aralığı olacaq qapalı mötərizə ilə. Yəni, müsbət, mənfi, müsbətdir. Mənfi 3 qapalı mötərizə, 2 qapalı mötərizə. Cavab oldu mənfi 3 Y variantı. Növbəti sual kompleksə aiddir. Bunların hasilini istəyir. Bu ədədləri yazaq və hasilini tapaq. 3-ü 2-yə vurduqda 6, 3-ü 3-də 1-ə vurduqda ixtisar getdi
i-2-ni 2-də 1-ə vurduqda ixtisar getdi plus i və mənfini müsbətə vurduqda mənfi 6-da 1 i kvadrat. İ'lər islah getdi, i kvadrat mənfi 1-dir deyə müsbətə çevrildi. 6 üstəgəli 6-da 1, yəni 6-da 37 A variantı. Növbəti sual koordinat başlanğıcı simmetrikdirsə bu nöqtələr onda işarələrin hər ikisi əksinə dəyişməlidir. A-mız mənfi 2, B-miz də mənfi 3 oldu. Yəni doğru cavab D variantı. Keçək növbəti suala. Paralleloqramın hündürlükləri 6,3 və 8 cm verilib. Paralleloqramımızı çəkdik. Deməli, 6,3 bizim böyük hündürlüyümüzdür. Ona görə kiçik tərəfə çəkildi 6,3 və 8 bizim kiçik hündürlükdür. O da böyük tərəfə çəkildi. Deməli, onlar arasında qalan bucaq isə 60 dərəcədir. Onda digər bucağımız 120-dir. Çünki 4 bucaqlıdır və bunların bucaqları cəmi yaranan fiqur 4 bucaqlıdır. Cəmi 360 dərəcə olmalıdır. Onda bizim paralleloqramın iti bucaq 60 dərəcə oldu. Bu tərəf isə, bu bucaq isə 30 dərəcədir. 30 dərəcəli bucaq qarşısında dayanan katet 6-dır. Onda digər tərəfimiz 12-dir. Və eyni zamanda artıq 12-ni tapdıqsa 8 vurulsun 12 bizim oldu. Doğru cavabımız, yəni sahəsini istəyirdi paralleloqramın 96-ya bərabər oldu. Keçdik növbəti suala. Kürənin radiusunu 5 dəfə artırdıqda həcmi necə dəyişər? Həcmi təbii ki 125 dəfə artar. Çünki radiusu kuba yüksəltməliydik. 19-da tənliyi həll edin. Hər ikisi müsbət ədəddir. Müsbət ədədlərin cəmi sıfırdırsa, deməli onlar ayrı-ayrılıqda sıfıra bərabərdir. Və bu tənliklərin hər ikisini sıfıra çevirən qiyməti tapmalıyıq. Kvadratı sıfırdırsa, özü də sıfırdır. Və bu x minus 2, x plus 3'dür. Bayaq da buna aid sual düşmüşdü loqaritmada. Mənfi 3, 2 bizim köklərimizdir. Digər tərəfdən x kvadratı plus 4x plus 3 bərabər 0 olmalıdır. Burada da x plus 1, x plus 3'dür bunlar. Və köklərimiz mənfi 3 ilə mənfi 1'dir. Ortaq kök gördüyümüz kimi mənfi 3'dür. Hər ikisini sıfıra çevirən qiymət mənfi 3 doğru cavabdır. Vektorlar verilmişdir. K-nın hansı qiymətində 3A üstəgələk B vektorumuzun 17-yə bərabər. Əvvəlcə bu vektoru hesablayaq. Deməli, A-nı 3-ə vurmalıyıq. Oldu 15, 3K, mənfi 6 və B vektoru da deməli 2, 15, 6'dır. Bunları cəmləsək, o zaman 3A üstəgələk B vektoru bərabərdir. 15 ilə 2, 17, 3K ilə 15, 3K üstəgələk 15 və mənfi 6 ilə 6 oldu 0. Belə bir vektor oldu və bu vektorun əgər uzunluğu 17-yə bərabərdirsə, o zaman biz 17-ni zaten burada görürük. Deməli, bizim y-imiz də sıfıra çevrilməlidir bunun uzunluğunu taparkən. Kök altda 17-nin kvadratı üstəgələk 3K üstəgələk 15-in kvadratıdır bu. Və bu sıfıra çevrilməsi üçün 3K üstəgələk 15 bərabər 0, 3K'mız mənfi 15-ə və K'mız da mənfi 5'ə bərabər olmalıdır. Yəni doğru cavab D variantı. B parametrinin hansı qiymətində bərabərsinə sistemi yeganə həlli var? X görürük ki, bir ifadədən böyük bərabərdir, digərindən kiçik bərabərdir. Yeganə həll olması üçün bu ifadələr bir-birinə bərabər olmalıdır təbii ki. Bu ifadələri bir-birinə bərabər elədik və buradan B kvadrat çıx 8B plus 16 bərabərdir 0. B minus 4'ün kvadratı 0'dırsa B'miz 4'dür. Yəni B 4 olsa burada yeganə bərabər hallar ödəyəcək. Növbəti sual 7 rəqəmli ədədin rəqəmlərinin yerini dəyişməklə 6 rəqəmi ilə başlayan neçə müxtəlif 7 rəqəmli ədəd yazmaq olar? Rəqəmlərdən biri zaten seçilib 6 rəqəmi ilə başlamalıdır həmin ədəd və digər 7 rəqəmli ədəd yaradırıq. Bir rəqəmini seçmişiksə 6 dənə rəqəm seçməliyik. Bu 7 rəqəmin içindən 6 zaten seçilib. 6 dənə rəqəm əgər müxtəlif olsaydı, hər biri müxtəlif rəqəmlər olsaydı, onda onların yer dəyişməsi 6 faktorial eləyəcəkdi. Amma 3 dənə rəqəmin təkrarlandığını görürük. Yəni 7'lərin yer dəyişməsi bizim üçün əhəmiyyət daşımadığına görə onu 3 faktoriala bölürük və eyni zamanda 5'lərin də yer dəyişməsi bizim üçün əhəmiyyət daşımadığına görə 2 faktoriala bölürük. Bunu hesablayaq. 3 vur 2 vur 1 və 1 vur 2'dir.
3 vur, bunlar ixtisar getdi. 2 ilə 4 ixtisar getsə 6, deməli 60 oldu bizim doğru cavabımız B variantı. Növbəti sual çevrədir. AYB bucağının dərəcə ölçüsünü istəyir. AB-miz 12K-dır. AB-ni 12K yazdıq. BC-miz 8K-dır. CD-miz 2K-dır və DA 3K-dır. O zaman hamısı birlikdə deməli 20-25K-mız əgər 360 dərəcədirsə, K-mız bərabərdir 360 böl 25. Deməli 5-ə ixtisar eləsək 72 böl 5 oldu bizim K-mız. İndi bizdən AYB bucağının dərəcəsini istəyir. AYB-nin dərəcəsini taparkən 2 kəsəndir bunlar. Onda 12K-dan 2K-nı çıxıb 2-yə bölməliyik ki, alfa bucağını tapaq. Yəni 5K-nı verəcək bizə alfa bucağı. 5K-nı bu K-ya vurduqda, 5-ə vurduqda ixtisar gedir və doğru cavab 72 dərəcə olmalıydı bizim. Keçək növbəti suala. Deməli, emin hansı ən kiçik tam parabolun təpə nöqtəsi birinci cürbdə yerləşər. Biz bilirik ki, parabolun təpə nöqtəsinin koordinatları mənfi B bölü 2A da sıfırdan böyük, n-imiz mənfi D bölünsün 4A da sıfırdan böyük olmalıdır ki, təpə nöqtəsi birinci cürbdə yerləşsin. Onda hər ikisini tapaq. Deməli, B-miz buradadır. Mənfi 2M çıxılsın 5 bölünsün 2 sıfırdan böyükdürsə, o zaman mənfi 2M çıxılsın 5 hər tərəfi 2-yə vurduq sıfırdan böyük və mənfi 2-yə böldüyümüzə görə işarə dəyişdi. M kiçikdir 5-dən. Diskriminantı tapaq. Diskriminant bərabərdir B kvadrat, yəni 4 vurulsun M-5-in kvadratı çıxılsın 4M kvadratı. Bu bərabərdir 4M kvadratı çıxılsın 40M, üstə gələ 100 çıxılsın 4M kvadrat. Bunlar islah getdi. Deməli, diskriminantımız oldu mənfi 40M üstə gələk 100. Yerinə qoyaq düsturda n bərabərdir. Mənfi diskriminant dediyinə görə 40M çıxılsın 100 bölünsün 4. A-sı da 1-dir zaten, böyükdür 0-dan. Onda 40M böyükdür 100-dən və M böyükdür 100-ü böldük 40-a, ixtisar getsə, deməli, onu 4-ə böləndə 2,5. M 2,5-dən böyükdür, 5-dən kiçikdir. M-in ala biləcəyi kiçik qiymət 3-dür. İfadənin qiymətini tapın. Burada biz kosinus 25-i görürük ki, sinus və yaxud da kosinus 65-i yaza bilərik sinus 25 kimi. Onda 6 sinus 25 kosinus 25 oldu bizim sürətimiz. Məxrəcimiz kosinus 40 dərəcə. Üstə gələk 1. Vurulsun 3. Kök altında 3 çıxılsın 1-dir. Deməli, biz sinus 2 alfaya gətirə bilərik bunu və görürük ki, 2-ni, əgər 6-nı 2 vur 3 kimi yazsaq, onda 3 sinus 50 dərəcə oldu yuxarıda və kosinus 40 dərəcə aşağıda. Üstə gələk 1. Burada sinus 50 ilə kosinus 40 bir-birinə bərabərdir təbii ki və kök altında 3 plus 1 alındı. Yəni, sağdakı ifadənin qoşması alındı. O zaman kök altında 3 plus 1-i kök altında 3 minus 1-ə vurmalıyıq və onu da 3-ə vurmalıyıq. Biz bilirik ki, bunların qoşmadır deyə 2, 3 çıxılsın 1 edir və 3-ü 2-yə vurduqda doğru cavab 6. Növbəti sual inteqrala aiddir. Burada integral 3-dən a-ya 1 bölü x dx bərabərdir 3 ln 2-dir. 1 bölü x-in ibtidai funksiyası ln modul x-dir. Ln modul x 3-dən a-ya bərabərdir 3 ln 2-yə və yerinə qoysaq ln modula çıxılsın ln 3 bərabərdir ln 3-ü keçirdək 2-nin başının üstünə 8-ə. Onda ln modula bərabərdir ln 8 üstə gələk ln 3. Ln modula da bərabərdir ln 24. Lnlər getsə, onda a-mız müsbət olmalıdır. Ona görə 24 doğru cavab olmalıdır. Uyğun tərəfləri paralel alfa və beta bucaqlar. Biz bilirik ki, uyğun tərəfləri paralel bucaqlar eyni adlı və müxtəlif adlı olur. Eyni adlı olduqda bir-birinə bərabərdirlər. Müxtəlif adlı olduqda isə cəmləri 180-dır. Burada onların nisbəti 2-nin 3-ədirsə, deməli 2K ilə 3K-nın cəmi 180-dır və 5K-mız 180-dırsa, K-mız oldu 36 dərəcə. İndi
Deməli, bucaqlarımız onda alfamız 72, bettamız 108-dir. Bunların fərqi 36-dır, yəni 1-ə uyğun gəldi B variantı. Sonra başqa variant yoxdur. Alfa və bettanın nisbəti 5-in 4-dədir. İkincisini eləyək. 5K 4K-nın cəmi 180-dırsa, deməli 9K-mız 180-dır. K-mız burada 20-dir. K 20-dirsə, deməli 5-ə vurduqda bir bucaq 100 dərəcə, digəri 80 dərəcədir. 80 dərəcədir. Bura həm D uyğun gəlir. Fərqləri 20-dir. Deməli, bura uyğun gəldi D variantı. Daha sonra isə alfa bərabərdir 3 dənə bettadırsa, deməli 3 betta üstə gələk betta bərabərdir 180-dırsa, 4 bettamız 180-dır və bettanı tapdıq. Deməli 45 dərəcə. Betta 45-dirsə, biri 45, digəri 135 dərəcədir. Deməli alfamız 135 dərəcədir. 1-ə 3-ə G-də uyğun gəlir və bucaqların fərqi də 90-dır, həm də A uyğun gəldi. 3-ə də A-yı olmuş olur. Keçdik nəhayət situasiyaya. Burada belə bir fiqur verilib. Sandığın qapaq hissəsi yarım silindirdir deyir. Aşağı hissəsi isə eni 0,6, uzunluğu 1, hündürlüyü 0,8 olan düzbucaqlı paralelepipeddir. Sandığın həcmini istəyirik 2 sualda. Onda bu paralelepipedin həcmini tapaq. V bərabərdir 1 vurulsun 0,8, o da vurulsun 0,6, yəni 0,48 oldu paralelepipedin həcmi. Eyni zamanda biz yarım silindirin də həcmini tapmalıyıq. Radiusumuz 0,3-dür. Hündürlüyü isə silindirin elə 1-dir. Onda silindirin həcmi oldu, V silindiri oldu. Deməli, pi kvadratı H və R-imiz burada 0,3, H-ımız 1-dir, P-imiz də 3-dür. Deməli, 3 vurulsun 0,9, yəni 0,27 elədi silindirin həcmi. Amma burada yarım silindir olduğuna görə bunu yarıya bölməliyik və 0,35 oldu. 1000-də 135 oldu bizim həcmimiz. İndi bu həcmləri toplasaq, fiqurun həcmini tapmış olarıq. V bərabər oldu 1000-də deyək ki 480, üstə gələk 1000-də 135, onların cəmi oldu 1000-də 615 kub metr. Bu oldu bizim həcmimiz. Boş sandığın kütləsini istəyir. Baxaq bura. Sandığın hər birinin kütləsi eyni olan 10 əşya qoyulubdur. Deyək ki, sandığın çəkisi Y-dir. 10 dənə əşyandır. Əşyanın çəkisi X olsun. Onda Y üstə gələk 10X bərabər oldu 24 kiloqrama. Və sandığa hər birinin kütləsi birinci dəfə qoyulan əşyaların birinin kütləsindən 20% çoxdur. Yəni 15 dənə əşyanın kütləsi 1,2x-dir bu dəfə və bu da bərabərdir 30 kiloqrama. Oldu sistem tənlik. Deməli, onu 1,2-yə vuranda 18, tərəf-tərəfə çıxsaq 8x, -8x bərabərdir -6x də bərabərdir 6/8, yəni 4/3. Onu da onluq kəsrə çevirsək 0,75. Deməli, x 0,75 kiloqramdır, bir əşya. Bizdən isə sandığın boş kütləsi, yəni Y istəyir. Ona görə x-i yerinə qoysaq 7,5 kiloqram edər. Və Y-i tapmaq üçün Y bərabərdir 24-dən çıxarıq 7,5 kiloqramı, boş sandığın kütləsi 16,5 kiloqram olmuş oldu. Keçdik növbəti suala. Sandığın qapağının açılması üçün təyin edilmiş parolun rəqəmlərinin müxtəlif olması hadisəsi. Sandığın qapağının açılması üçün 4 rəqəmli parol təyin olunub. 4 rəqəmli parol təyin olunubsa, onda bilirik ki, 10 dənə rəqəmimiz var və ümumi halların sayı, yəni bütün mümkün halların sayı, birinci yerə də biz 10 dənə rəqəmin 10'unu yaza bilərik. İkinci yerə də, üçüncü, dördüncü yerə də. Yəni 10 vurulsun, 10 vurulsun, 10, o da vurulsun 10 şəklində oldu. İndi əlverişli halların sayı isə buradan müxtəlif rəqəmlərdən istifadə olunmalıdır parollarda. Yəni 10 vurulsun, 9 vurulsun, 8 vur, 7 oldu. Müxtəlif rəqəmlərdən istifadə elədik. Bu da əlverişli halların sayı. Onlar ixtisar etdi. 10-la 8 ixtisar etdikdə 4, 5, ixtisar etdikdə 5 və 2 ilə də 10, 5. Deməli, məxrəcimiz oldu 125, sürət də 9 vur 7,
Yəni 125-də 63 olmalı idi bizim doğru cavabımız. Hər birinizə uğurlar arzu edirəm. Ümid edirəm nəticələriniz yaxşı olar.